Ərazini su bası, o su hara gedir? Heç kəs onu demir. Çirkin oyunlar gedir. Zəlzələni eşitdiniz, Xəzərdə zəlzələ var idi. O reallığı heç kəs deyə bilmir. 10 gün dumanlı hava keçdi. Göz-gözü görmürdü. Bu nə deməkdir? Bunlar karbonu nəyə azaltmaq niyyətindədirlər? Millətin sayını azaltmaqdır. Kimsə bu sahədə yaman qazanır. Azərbaycan su qıtlığı ilə ömründə üzləşə bilməz. Azərbaycanda 8400 dənə çay var. Oyuncaq deyil ki bu. Mənim tapdağımın altı sudur. Zəlzələ də ola bilər. Vulkan püskürmələri də ola bilər. Daşqın da gələ bilər. Bərk külək də əsə bilər. Hər yeri dağıda da bilər. Liviyanın padşahı Kaddafi başladı su kanalları yaratmağa. Amerikan xoşuna gəlmədi. Ona görə də vurdular və siyasını öldürdülər. İndi Trump siyasi oyun oynayır. Rus onu qoyar, Çin qoyar. Rusla Çin müqabilə bağladılar. Şərikli işləyir. Vəssalam. Hər vaxtınız xeyir. Bizim bucaqlayəzində bu dəvəki mövzumuz Azərbaycanın da kənarda qalmadığı qlobal istiləşmə problemləridir və yaxud da su qıtlığı və digər ekoloji fəlakətlərlə bağlı müxtəlif mövzular var ki, bu bizi narahat edir və bununla bağlı olaraq Azərbaycanın tanınmış ekoloqu Teoman Zeynalovla müsahibəyə gəlmişik. Adam alimdir, professordur və demək olar ki, bütün kanallarda biz onun müsahiblərindən parçalar eşitmişik. Amma burada istəyirik ki, təxminən bir yarım saat civarında onunla ölkəmizin və planetimizin problemləri ilə bağlı dərdləşək. Hər vaxtınız xeyir, Telman bəy, necəsiz? Şükür Allaha, bu günə də şükür. Telman bəy, istəyərdim ən birinci elə Xəzərlə başlayaq. Çünki son dövrlərdə Xəzərdə bu qabırıb çəkilmə hadisəsi dediyimiz o proses ki var, onun birinci hissəsi demək olar baş vermir. Ancaq çəkilmə görülür. Bunun nə kimi fəsadları ola bilər? Bilirsiniz necədir? Bu ilə əlaqədar çox suallar verilib mənə. Xəzərin çəkilməsi ilə əlaqədar. Xəzər çəkilir də, ruslar dilləri qabarma çəkilmir. Bu Xəzərdə o proses var. Bunu Allah Taala elə yaradıb ki, qabarma çəkilmə var da. İndi Xəzər çəkilir. Ancaq harasa, hansı ərazini Rusiyanınkidir, Türkmenistanınkidir və yaxud da Qazaxıstanın ərazini su basıb, onu mən deyə bilmərəm. Onu gərək o işlə məşğul olan, okeanoloqlarla məşğul olan, onlar deməlidirlər. Buradan su çəkildi, quraqlıq hiss olundu, o su hara gedir? Heç kəs onu demir. Bu nə deməkdir? Bu onu göstərir ki, dünyada gedən çirkin siyasi oyunlar gedir. İqtisadi cəhətdən, bu ancaq iqtisadiyyatla əlaqədardır. İqtisadi cəhətdən bu və ya digər cəmaətin belini qırsınlar. Vəssalam. Xəzər dənizi, bu yaxınlarda ilk illərində Xəzər dənizi çəkildi. Zəlzələni eşitdiniz, Xəzərdə zəlzələ var idi. Palçıq vulkanında çıxdı, quraqlıq yaratdı. Su vurdu, ləpələr vurdu, torpaq yuyuldu, təzədən su bastı oranı. O reallığı heç kəs deyə bilmir. Lakin Xəzər dənizinin çəkilməsi və ya da quruması eyni zamanda bu dənizin hövzəsindəki canlılığa da təsir edə bilər və mənə maraqlıdır ki, necə təsir edə bilər? O cümlədən də Azərbaycanın turistik potensialına nə kimi təsirlər göstərə bilər? İqlim dəyişikliyinə necə təsir edə bilər? Bilirsiniz, bu yaxınlarda harasa fevral ayında 10 gün dumanlı hava keçdi. Göz-gözü görmürdü. Bu nə deməkdir? Rütubətdir, nəmişlik, yer üzərini tutub. Ancaq ondan yuxarı atmosfer, havalar istidir. Temperatur fərqi, cənub-şərq küləyi gətirib Xəzərin də üstündən aşırdı, gətirdi, Bakını doldurdu, Bakının yolları tamamilə tutulurdu. Bunu da heç kəs deyə bilmir. Bunu əsaslandırmaq lazımdır. Onlar görmürsünüz, deyəndə ki, qlobal istiləşməni atırlar karbon qazının boyundan. Karbon qazı nə deməkdir? Siz indi mənlə oturub, çay içə bilməzsiniz. Əgər bədənimizə karbon qazı olmasa, o idarə eləməsi sizi. Bütün bədəndə hərəkət edən qanın dövrlərini karbon qazı hərəkət edir.
Nəfəs alırsan, oksigen qəbul edirsən, karbon qazı buraxırsan da. Bunlar karbonu nəyə azaltmaq niyyətindədirlər? İqtisadi cəhətdən millətin sayını azaltmaqdır. Bu çirkin həm iqtisadi, həm siyasi oyunlar gedir. Ancaq bu iqtisadi oyunlar deyəndə kimsə bu sahədə yaman qazanır. Albert Gore eşitmişsiniz də, Amerikanın alimi, keçmiş vitse-prezident. O bu məsələni qaldırdı. 8 il, 10 il bundan qabaq. Ki, karbon qazıdır. Mən özüm 24 dəfə Amerikada olmuşam. Qərb dövlətlərində olmuşam. Mənə sual verir ki, karbon qazı heç vaxt atmosferi çirkləndirməyib. Karbon qazı yorğandır, mənim başımın üstündə. Yayı, payızı, fəsilləri karbon qazı yaradır. İstiləşməyə səbəb ola bilməz, istiləşməyə. Karbon qazı istiləşdirir. O da qlobal Enerjini qəbul edir, enerjini qəbul edir. Ən çox enerjini qəbul edən rütubətdir. Buxardır. Karbon qazı deyil, buxardır. Bu bir, ikincidir ki, karbon qazı ilə metan qazının arasında, metan da bilirsiniz də, nə atırsansa çürüyür elir, metan buraxır. Metanı karbon qazından 80 dəfə güclüdür atmosfer çirkləndirməsində və temperaturu özündə saxlamağa. İndi burada alimlər fikirləşir, nədir? Taksir ki, nədədir? Karbon və metandadır. Yeni saatdə bu ildən onlar başladı metanın üstünə düşməyə, tullantıları idarə eləməyə. Mən onu deyə bilərdim ki, Sovetin dövründə, düzdür, Sovetin dövründə ola bilər ki, görməmişsiniz, 2-3 il görmüşsünüz də. Sovetin dövründə qəbul edici məntəqələr var idi. Tullantıları qəbul edirlər, şüşələri, kağızları, köhnə paltarları, zaten dəmirləri, hamısını qəbul edirdilər. Uşaqlar onlar yığırlar, təhvil verirdilər, semişkə puludur, su puludur, yol pulu qazanırdılar. Onu ləğv elədilər. Yeşiklər qoyurlar həyətdə. Yeşiklər, zibillər üçün yeşik qoyurlar. Mənim lazımdır o zibil yeşiyi. Sıçollar, sıçanlar, itlər, yemək istəyirlər, evsiz qalanlar. Hamısı gəlib onun ətrafında fırlaşırlar da. İnsan da zibil atanda işləyir onu. Söhbəti xəstəliklər yayılır. Bax, budur söhbət onda gedir. Dəqiq, indiyə qədər alimlər öyrənməyiblər, bilmirlər ki, atmosferi, temperaturun qalxmasında, atmosferə temperaturun qalxmasında səbəb nədir? Karbon qazıdır, buxardır, metan qazıdır, heç kəs onu bilmir. Onu bir dənə Allah tala bilir. Bir də məşhur bir konspirasiya nəzəriyyəsi var, yəqin ki, eşitmisiniz. Deyirlər ki, bu qlobal güclər, qlobal hansısa gizlin qüvvələr Xəzəri qurdurlar. Yəni, əslində bu nə iqlim dəyişikliyidir, nə də ki, qabarıb çəkilmə hadisəsidir. Yalandır, yoxsa doğru? Yox, bilirsiniz necədir? Xəzəri yalandan kimsə hünər eləyib Xəzəri qurutmağa gücü çatmaz. Xəzər təbii prosesdir. Əgər Azərbaycanda yağış yağmayıbsa, quraqlıq keçirsə, Rusiya sərhəddən sonradan yağış yağır, 3 metr hündürlüyə qədər qar yağır. O sular hara gedir? Xəzərə gəlir də. Çaylarla, Volqa çayına 80% Xəzərin suyunu Volqa çayı verir. 80% oyuncaq deyil. Yeganə Xəzərin qurulmasına şərait yarada bilərlər ki, Volqa çayında cürbəcə su bəndləri, su anbarları yaratsınlar, qabağını kəssinlər, Xəzərə suyun miqdarını azalsınlar. İndi elə hadisələr gedir. Son dövrlərdə Volqa çayının sululuğu azalır. Bəli, indi var, indi su azalır. Ancaq söhbət ona gedir ki, orada su azalır. Xəzərdə mən sözüm, bundan 5 bətər istiləri görmüşəm. 82 ildir də, 83-cü ilə girib, mən Bakıda doğulmuşam, Bakıda da yaşayıram. Bundan 5 bətər istiləri görmüşəm. Aprel ayında qısaca qoldu, köynə ilə gəzirdi, istidən partlayırdı. İndi aprel ayıdır. Görürsünüz külüyə də gəndə, pencəsi çıxmır cəmaat. Bəziləri yaşlılar, bəziləri görürlər ki, plaşla geyinirlər. İqlimi formalaşdıran bir dənə yuxarıdakı başımızın üstündəki Allah taladır. O bilir. Hansı proses ha vaxt nə baş verəcək. İndi deyirlər ki, yağış, havalar soyuyur. Deyirlər ki, xristiyanların bayramları gəlir. O dövrdə də yağışlar olur.
O dövrdə yağışlar çökəcək. Bunu Allah təala yaradı. Başqa adam elə bilməz. Bəs yaxşı, əgər iqlim dəyişikliyi yoxdursa, İqlim dəyişikliyi var. yəni qloballaşma kimi bir problem Yox, yoxdursa, iqlim dəyişməliyi var. Nəyə görə? O dövrdə yer kürəsi yarananda insan yox idi. Yer kürəsi yarananda yer tapdağımızın altında olan qazdan, neftdən heç kəs istifadə eləmirdi. İnsan istifadə eləyir. İnsan evi qızdırır, insan xörəyini bişirir. Ətraf mühitə karbon qazı atılır. Həmin o tullantılar iqlimi dəyişdirirlər. Bax bu var. Deyirlər karbon qazıdır. Sən karbon qazını azaltmaq nə deməkdir? Milləti qırmaq deməkdir. Müharibə gedirdi, millət qırılırdı. Ona görə də onlar cumhurlar karbon qazının üzərinə. Karbon qazı atdın, vergi verməlisən dövlətə. Nəyə? Karbon qazı olmasa mən yaşaya bilmərəm. Karbon qazı olmasa yaşıllıq yaşaya bilməz. Canlı aləm yaşaya bilməz. Bunu Allah Teala Mendeleyev cədvəlini yaradıbsa, karbon qazı. Mendeleyev cədvəlində ikinci yerdə gedir. Birinci vodoroddur, hidrogendir, ikinci karbon qazıdır. Yer kürəsini onlar idarə edirlər. Hidrogenlə o. Adicə sudan qaz almaq olur. Ala bilərsiniz sudan qaz. Adicə sudan. Bəli. Necə yol? Hansı yolla? Onu siz daha yaxşı bilərsiniz. Bilirəm də. Yəni hidrogendir də. Bəli. Biz bunu tuz tökürsən, qatışdırırsan, tuzlu suda karbon qazı o da ayrılır. Bir baca nəql ora elektrik verən kimi gözdən karbon qazı ayrılır, enerji alırsan. Gələcəkdə deyirlər ki, su qıtlığı yaranır Azərbaycanda. Mənə sual verəndə ki, Azərbaycanın su qıtlığı yaranır, deyim, Azərbaycan su qıtlığı ilə ömründə üzləşə bilməz. Nəyə görə? Üç tərəfi dağ, bir tərəfi dəniz olar, su qıtlığı ilə üzləşə bilməz dövlət. Necə olsa da hər 100 metrdən bir yuxarı qalxdığınızda temperatur bir dərəcə aşağı düşür. Bizim dağlarda qar yağır. Qar əriyir, su gəlir də, çaylar var da. Yeganə dövlətdir Ermənistana nisbətən, Gürcüstana nisbətən, Qafqazda yeganə dövlətdir ki, 8400 dənə irili, xırdalı çayları var. O çayların 3 dənəsini, 4 dənəsi xırda çayları birləşdir, su bəndi yarat, həm balıq yetişdir, həm zərət, həm ticarət də. Heç kəs onu eləmək istəmir. Təzə pomidor istehsal olunub, xiyar istehsal olunub, geni dəyişilmiş. Mənə sual verdilər, deyim o geni dəyişmək ona görə deyil. Həftələrlə pomidor xarab olmur, xiyar xarab olmur. Budur. Ona görə də hər şey reallığı deyəndə xoşa gəlmir. Heç kəs onu sevmir reallığı. Bir də Skandinav ölkələri var, Norveç, İsveç və bu ölkələrdə məsələn buzlaq sularının əridilməsi və şirin içməli su yaradılması praktikası var. Azərbaycanda belə bir praktika ola bilərmi? Ki buzlaqların suyu əridilsin və içməli şirin su ehtiyatı yaradılsın. Buzlaqların əridilməsinə ehtiyac yoxdur. Azərbaycanda, Xəzər dənizində, Rus tərəfində, Xəzər dənizi, Rus tərəfində, Qazaxıstan tərəfində dənizdə ola bilər buz. Azərbaycanda buz yoxdur. Ancaq Xəzər dənizinin suyunu şirinləşdirib içməyə ixtiyarım var. Onu eləyə bilirəm. Problem deyil. Yaxınlarda ilk illikdə cənab prezident əmr verdi. Xəzər dənizi suyunu şirinləşdirin. Abşeron yarımada susuz qalır. Su varmaq üçün, içmək üçün sudur da. Bəs bu Xəzərin səviyyəsinə təsir edə bilərmi? Bilirsiniz, yağıntılığın qabağını kəsmək olmur. 10 milyon adam yaşayır Xəzərin Azərbaycanda. 10 milyona yaxın. Gündə 1000 litr su bu bir il nə qədər eləyəcək? Ancaq yağıntıların miqdarı nə qədərdir? Bunları hesablamaq lazımdır. Yağıntı qat-qat çox olur. Bir baca yağış yağar kimi leysan yağış 15 dəqiqə hər yeri su ilə doldurur. 2 metr, 3 metr hündürlüyündə. Su var. Yağış yağır, Allah təala o su ki buxarlanır. O buxar yenidən təzədən qayıdır yerə. Mənə bir məsələdə maraqlıdır. Fikir verirsinizsə, Bakıda şəhərsalma infrastrukturundan dolayı və ya nədəndirsə bilmirəm, amma betonlaşmağa doğru gedirik sanki. Yəni əvvəllər yaşıllıq daha çox idi və ya bizə elə gəlir ki, daha çox idi. Amma bu dəqiqə sanki Bakı beton şəhərə çevrilir.
Bunun bizim sağlamlığımıza, rahat nəfəs almağımıza və digər şeylərə nə kimi təsiri ola bilər? Əvvəlki illərə nisbətən 10 il, 15 il bundan qabaq illərə, 20 il bundan qabaq illərə Sovet hökumətinin dövründə yaşıllıq var idi, ancaq o qədər deyildi. Abşeron yarımadası ona dedilər yarım səhra zonası. Ancaq indi bu saatda şəhər nə qədər megapolis böyüyürsə, binalar tikilirsə, hələ də yaşıllıqların miqdarı da artır. De gözünüzün qabağında, burada, Heydərəllik farkında yaşıllıqdır. Yuxarıda cəmaat yaşayırdı, Sovet gedirdilər. Binaların hamısını söküblər, parklar yaradıblar, yaşıllıqdır. Ona görə də yer kürəsində istilik prosesi gedəndə yaşıllıqlar keyf çəkirlər. Heyvanat aləmi keyf çəkir, insan aləmi keyf çəkir. Bax, indi yağıntı artıb. Azərbaycanda deyilənə görə, ümumiyyətlə, Cənubi Qafqazda yağıntıların miqdarı artıb. Bu Xəzərin səviyyəsinə təsir edəcək, yoxsa? Sözsüz. Dağlar bəstəyirəm, Azərbaycanda 8400 dənə çay var, oyuncaq deyil ki bu. Mənim tapdağımın altı sudur. Bəs onda niyə bir neçə il bundan əvvələ qədər Kür və Araz çaylarında quruma müşahidə olunurdu? Araz çayı üzərində su quruyursa, azalırsa, o deməkdir ki, onun altında su yoxdur. Əgər üzdə su varsa, deməli, altı sudur. Görürsünüz, dərs deyəndə, uşaqlara düzgün məlumat verəndə, onu da axıra qədər edə bilmirlər. Əgər 8400 dənə Azərbaycanda çay varsa, 3 metrdir, 10 metrdir, 100 metrdir, 200 metrdir, 1 kilometr, 8 kilometr. Kür çayı 1200 kilometrdir. Gəlib Xəzərə tökülür. Türkiyədən başlayıb gətirib Xəzərə tökülür. Gürcüstanı, bütün zirzibilləri Kür çayına gəlir Azərbaycana çıxır, Xəzərə tökülür. Söhbət onda gedir ki, çox adam bilməm, mənim yadımdadır. 25 il bundan qabaq Hüseyn Bağırov Ekologiya Nazirinin müdürü idi. Hüseyn Bağırov dəvət elədi, mənə dedi ki, Telman, Amerikaya mütəxəssis tələb eləyirlər, çağırırlar. 3 nəfər göndərirəm sizi. Gedə bilərsiniz, dedim, problem yoxdur. Biri su problemi ilə idi, biri insan hüquqlarına, bir də mən, ekoloq kimi, getdik ora. Gəldi Wisconsin ştatına, Kanada ilə Amerikanın arasındakı şəhərdir də, ştatdır, Wisconsin ştatıdır. Ayrıca stansiyasına su içmək istədi. Soruşum, bu nə su gəlir? Dedi, birinci maniyədən, təmizləyici maniyədən keçən sudur. Kolbanı götürdüm, suyu doldurdum, içdim. Müdürün gözləri kəlləsinə çıxdı. Siz nə qayırırsınız? Bu zəhərdir. Deyirəm, yer səviyyəsi, təbiət, cəmiyyət, təbiət özü kimya elementlərdən ibarət deyil. İnsan da kimya elementlərdən ibarətdir. Lazım olsa onu təmizləyəcək, narazı olmuyor. Əgər suya qənaət edirsiniz də qoymursunuz içməyə, başqa məsələ. Deyir, yox, içinə qədər siyirsə. Mənə təklif elədi, sən buranın rəhbəri ola bilərsən, mən təhvil verirəm sənə, direktor idi. Dedim, təşəkkür edirəm, vətən şirin şeydir. Adı nə idi o şəxsin? Həmin şəxsin adı nə idi? Qadındır, yadımda deyil, lakin şeylər ki, birini sadə rəhbəti, anamın da səsi adını soruşsuz gəl bilmərəm. Allah rəhmət eləsin. Dədə, 83 yaşına girmişim, oyuncaq deyil bu. Bax, bu var. Ancaq bu ki, qaldı ki, iqlimlə əlaqədar, gecə gündüz, televizor o qədər də inanmıram, kompüterdir. Bütün dünyada hansı proseslər gedir, hamısını axtarıb, qurdalayıb, oturub, oxuyub, beynimi bir bəzə təzəliyirəm bəzi fikirlərlə əlaqədar. Bir şey də soruşum, bu çox yəqin ki, tam da sizin sahənizlə bağlı bir şey deyil, amma yenə də mənim diqqətimi cəlb edir. Ekoloji fəlakətlər fonunda hər hansı bir zəlzələnin və yaxud da tsunami bənzəri bir fəlakətin baş verməsi nə qədər realdır? Allah Taala yer kürəsini yaradıbsa, Yəni Azərbaycan üçün soruşuram təbii ki. Fərqi yoxdur. Siz Azərbaycan, siz yer kürəsi. Azərbaycanda həmçinin yer kürəsinin bir hissəsidir. Bəli. Bunu yaradıbsa Allah Taala, zəlzələ də ola bilər. Onunla əlaqədardır.
vulkan püskürmələri də ola bilər. Daşqın da gələ bilər. Bəlkə külək də əsə bilər, hər yeri vurub dağıda da bilər. O da var. Bunun qabağını iqlimdir, formalaşıb eləyir. O idarə eləyir yer kürəsini. Biz idarə eləmirik. Allah Taala insan idarə eləmir. Allah Taala idarə eləyir. Hara lazım olsa, əgər quraqlıq yaradırsa, 10 ildən, 15 ildən sonra su verir ora. Ona görə də Azərbaycan yer kürəsinə silinməyib. Torpağımız səhraya çevrilməyib. Ona görə də hər hansı bir elmi, mən misal üçün mənə deyəndə ki, mənim rəhbərim Gürcüstanlı idi. Özü keçmiş SSR dövründə Bakın sədri idi. Mən müdafiə edəndə bizim alimlərimiz mənim işimin əleyhinə çıxdılar. Zəng elədim Moskvaya, rəhbərimə. Müdafiədə çıxan kimi ki, vəziyyət belədir. Deyir, nə sual verirlər, suallarına cavab ver. Sənin borcundur. Mənə verdilər, suallarına cavab verdim. Mənə bərabər 4 nəfər müdafiə eləmişlər. 2 həftədən sonra mənim təsdiqim gəldi. Onlarınki 3 aydan sonra gəldi. Baxdılar. Mən o 2 nəfər professor var idi. Bakın, qara oponent deyirlər də, elmi cəhətdən yazanların. Bakın üzvləri idilər, misillərini atlar bayra. Sənə bu lazım idi? Bu var axı. Mən sübut elədim ki, əgər torpağı bərk su bıraxarsa, torpağı yub aparacaq da, məhsul ala bilməyəcəksə, məhsulun 70% içəcək. Elə suyu bırax ki, 15-20 saniyəyə 20 santimetr, 30 santimetr hərəkət eləsin. 3 metr, 10 metr yox. Nə qədər çox sürətlə getsə, torpağı yub aparacaq. Torpaqlar da bir-birliyinlə birləşiblər də. Onu nə zənciri qırırsan sən? Riyazi nöqtə-nəzərdən hesabladım ki, bu qədər su vermiyorlar. Onunla da yazdım. Mənə qayıtlı rəhbərim də qayıtdı ki, sən bunu bütün torpaqlar üçün elə, doktorski akademik məsələsən mənə lazım deyildi. Əgər bunu eləyirəmsə, bu lazım deyilsə, heç kəsə. Mən yazdığım elm işi heç kəsə lazım deyilsə, ehtiyac yoxdur onları yazmağa. Yeganə mən uduram da burada da, maaşım artır bir balaca qocallandır, bir balaca kef çəkirəm. Ondan da imtina elədim. Çünki həyata keçirmək niyyətində deyilik biz. Siz sual verdiniz mənə, COP29. Adını da qoymuşlar, yaşıl iqtisadiyyat, düzdürmü? Yaşıl iqtisadiyyat nə deməkdir? COP29 nə deməkdir? Yaşıllığın miqdarını artırmaq deməkdir. Tullantıları idarə eləmək deməkdir. Atmosferi çirkləndirən, tullansız nəqliyyat növlərini yaratmaq deməkdir. Sovetin dövründə yox idi tramvayımız. Trolleybusslar yox idi. Avtobuslar qazla işləyir, dəfən bizi çirkləndirmirdilər. Niyə ləğv elədiniz onu? Bax, bu da. Bir hissəsini sən ləğv eləmişsə, indi bu iqtisadi çirkin oyunlar gedir, iqtisadi oyunlar gedir. Ona görə də reallıqla demək lazımdır hər şeyi. Məndə bu var idi. Yaşıllığı qiymətli. Bəli, indiki dövrdə Cənab Prezident simarişinə hər yeri yaşıllıq salırlar. Görürsünüz ki, vağzalın yanında maşınlar dayanırdı hər yeri. Əmr verdi, yığışdırın onları. Yaşıllıq park yaratdı. Sovetski binalarını hamısını söktü, yaşıllıq park yaratdı. İstirahat ediyor. Budur. Yaşıllıq olsa, oksigen qazı olacaq. Mən rahat nəfəs ala biləcəyəm. Xəstəliyə qarşı mübarizə aparılacaq və karbon qazı ilə də ağaclar kef çəkəcək. Və bir də sual verim, ondan sonra sizin birini verir. Yox, mini yox, biri bəsdir. Bəs necə bilirsiniz? Bu Xəzərin çəkilmə hadisəsi sahilyanı ərazilərin, daha doğrusu Xaçmaz və Siyəzən kimi rayonların köçürülməsinə səbəb ola bilərmi? Bilirsiniz necədir? Mən bundan qabaq sizə dedim də, Azərbaycan
Üç tərəfi dağ, bir tərəfi dənizdir. Nəyə görə Abşeronu deyirlər yarım səhra zonası? Yaşıllıq azdır da, yarım səhradır da. Siz tozanağın içində boğulacaqsınız. Tozanağı qoymur axı, yaşıllıq. Ağaclar əkilir, eləyir, o tozanağın qabağını kəsir. Biri görürsən ki, yay vaxtı, tozanaq yeri bürüdür. Hardan gəlir? Ya gəlir Xəzər dənizinin o biri sahilinə, şərq sahilinə, Türkmenistandan, Qazaxıstandan, külək də soğurur, tozu gətirir, doldurur, hər yeri tozla. Cəmaət görə bilmir. Göz görə bilmir. Bu var. Allah Teala oranı da yaradır. Nəyə görə deyirlər orada olan o Qazaxıstanla Türkmenistan arasında olan o göl var idi? Baykal, qurudu. Nəyə qurudu? 2 dənə çay onu təmin edirdi suyla. Amurdarya, Sırdarya. Həmən o gölü. Gölün bir hissəsini Xəzər dənizi təmin edirdi suyla. Amurdaryanı, Surdaryanı, kənd təsərrüfatı inkişaf eləməklə qabanı kəsdilər, suyu vermədilər. Yağıntı da yoxdur, səhra zonasıdır. Qurudu. Vəssalam. Ancaq taptağın altında su var. Bir şey yadınıza salın. Liviyanın padşahı Kaddafi yadınızdadır. Vəhşicəsini öldürdülər. Nəyə görə öldürdülər vəhşicəsinə? Amerika oraları hamısını qərb dövlətləri ekoloji cəhətdən, iqlimi nöqtə-nəzərdən hər şeyi öyrənmişlər. Liviyanın taptağı altında o qədər su var idi ki, Kaddafi neft axtardı, gəldi suya çıxdı. Başladı bulaqlar yaratmağa, başladı su kanalları yaratmağa. Amerikan xoşuna gəlmədi, o Amerikanın siyasəti idi. Gələcəkdə Afrikanı və bu zonaları zəbt eləyəndən sonra su lazımdır, su verirəm sizə də. Ancaq bu aşsı. Və Kaddafi dedi ki, mən yer kürəsini, Afrikanı qitəsini, Afrikanın qitəsini və Liviyanı, Ərəb dövlətlərini 1000 illərinə suyla təmin edə bilərəm. Ona görə də vurdular, vəhşicəsini öldürdülər. Bax, bu var. Bu nəyə görədir? Təbiətdə gedən, iqlimdə gedən bütün bu proseslər ancaq iqtisadi oyunlardır, siyasi oyunlardır. Kim kimə gəlir? İndi Trump siyasi oyun oynayır. Rusiyaya qarşı, qərb dövlətlərə qarşı alveri minimuma indirib. Vergi qoyubda, Ruslar dilə nalog. Mən onun malını sata bilərəm, o mənim malımı ora satdırmaq üçün qoymur, qiymətləri qaldırar. Mən belimi qırır. Bu nə deməkdir? Çünki dövlət onların alver eləməsi. Elə mal verir Amerika ilə. Bu özü ölsün. Öz verdiyi sifarişi ilə boğulsun, ölsün. Qərb dövlətləri indi də ona danışırlar. Ancaq açıqlama getmir. Bəzi yerlərdə açıqlama gedir ki, qərb dövlətləri yığışıb verilmir. Amerikada qərb dövləti belini qırmaq istəyir. Ona görədir ki, alınmır. Yer kürəsində Amerika istəyirdi ki, Rusiya ilə Ukrayna arasında gedən müharibəni dayandırsın. Orada olan atom stansiyalarını uranla, zadla istifadə edən bütün o xammalların hamısını öz əlinə çəksin, özü idarə eləsin. Belə çıxır ki, yavaş-yavaş dünyanı idarə etməyə niyyətindədir. Rus onu qoyar? Yox. Çin qoyar? Ömrünə qoymaz. Rusla Çin müqabilə bağladılar. Şərikli işləyir. Vəssalam. Buradan da Amerikan belini qırdı. Düz elədilər. Yaşayacaq, görəcəyik qalanların inşallah. Görək kim kimin belini qırır. Minnətdarıq Telman bəy. Sağ olun ki, suallarımıza səmimi və bacardığınız qədər ətraflı cavab verməyə çalışdınız. Təşəkkür edirik. Təşəkkür bildirirəm. Gəlib, sual verdi. Sualımıza bəzi bir suallarda ola bilər ki, elmi cəhətdən dəqiq deməmişəmsə, ancaq reallığı açıqlamışamsə, bu reallıqdır. Çox sağ olun. Təşəkkürümü bildirirəm sizə.